Salam, Region Nüsüd efirində xəbərlər informasiya buraxılışıdır. Mən onun aparıcısı Turac İbrahimovayam. 13 ildir Azərbaycan dilli məktəbə direktorluq edən Ketevan Merabishvilinin hekayəsi bizim süjetimizdə. İxtisasca filoloq Ketevan Merabishvili 35 yaşında Azərbaycan icmasına Gürcü dilini öyrətmə qərarına gəlir. O vaxtdan bəri hər gün bu yolda bir məqsədlə addımlayır. Şagirdlərinin ürəyinə dövlət dilinə sevgi yaratma məqsədi. – 35 yaşımda qərar verdim ki, Marneoliyə gələrək qeyri-Gürcü dilli əhaliyə Gürcü dilini ikinci dil kimi öyrədim. Tezliklə imtahanlar məlum oldu. Elə həmin il imtahanı verdim və ondan sonra öz peşəmə xidmət edirəm. Marneoli bir saylı ictimai məktəbin müəlliməsi 13 ildir ki, məktəbə rəhbərlik edir. Qürurla qeyd edir ki, məhz direktor vəzifəsində çalışdığı dövrdə məktəbin infrastrukturu tamamilə dəyişdirilib. Bugün məhz bu səbəbdən məktəbdə şagirdlərin sayı 2 qat artıb. Direktorluq mənim üçün heç vaxt yalnız vəzifə olmayıb. Bu, gələcək nəslə xidmət etmə missiyasıdır. 2014-cü ildə direktor təyin olundum. Məktəb çox köhnə idi. Həmin tədris ilinin sonunda məktəbdən köçdük. 4 il 8 saylı məktəbin binasında fəaliyyət göstərirdik. Təhsil Nazirliyinin dəstəyi ilə yeni binamız tikildi və yeni məktəbimizə köçdük. Vurğulayır ki, inzibati məsuliyyətlərinə baxmayaraq əsas prioriteti təhsildir. Tədris prosesində birbaşa iştirak ona şagirdlərin ehtiyaclarını daha yaxşı başa düşməyə, çətinlikləri təhlil etməyə və vaxtında cavab verməyə imkan verir. Mən direktor təyin olunanda məktəbin 60 şagirdi vardı. Məktəb 180 şagird üçün nəzərdə tutulub. Hazırda demək olar 300 şagirdimiz var. Mən müəllim kimi fəaliyyət göstərməkdən məmnunam. Yəqin heç vaxt yalnız direktor olmaram. Hər gün uşaqlarla ünsiyyətim var. Təhsilli və xoşbəxt gəncləri görmək mənim üçün böyük xoşbəxtlikdir. Qlobal çətinliklər ilə müasir texnologiyalar fonunda müəllimlik çətin bir peşəyə çevrilib. Lakin hələ də peşəyə sadiq qalan insanlar var. Onlar üçün çətinlik yalnız yeni nailiyyətlərin başlanğıcıdır. Bugün su çərşənbəsidir. İlk növbədə çərşənbənizi təbrik edirik. Onun əhəmiyyəti barədə süjetimizdən izləyək. Tamella Məmmədova Azərbaycan dili və ədəbiyyatı müəlliməsidir. Deyir ki, adət-ənənələrimizi illərdir gələcək nəsillərə öyrədir. Bu dərs isə su çərşənbəsinə təsadüf edib. O mütləq şagirdlərlə birlikdə səməni qoyaraq Novruz adət-ənənələrini onlara təkrarlayır. Uşaqlara birinci biz adətən mən Novruz bayramının tarixindən söhbət açıram. Sonra uşaqlara səmənini necə göyərtmək lazımdır, bayram xonçasını necə hazırlamaq lazımdır. Uşaqları otuzdururam və o yumurtanı hərəsi evdən gətirdikləri yumurtanı müxtəlif qələmlərlə, müxtəlif rənglərlə rəngləyirlər ki, hansının yumurtasının bəzəyi daha gözəl olsa, həmin uşaq qalib sayılır. Birinci çərşənbədən ya da ikinci çərşənbədən səməninin taxılını isladırıq, təmizləyirik və göyərdirik. Bu da süfrəmizin bəzəyidir, əsas bəzəyi səmənidir. Biz məktəbdə olduğumuz günlərdə ən gözəl səmənimiz olsun, ən göyümtül səmənimiz olsun deyə. Ona görə də əgər biz bu səmənimizi qulluq etməzsək, pis görünə bilər. Ona görə də biz hər gün gəlib buna baxırıq, qulluq edirik. Bu yumurtaları bərabər sinif yoldaşlarımız ilə bərabər rənglədik və ona görə də burada fərqli istədiyimiz rəngdə rənglədik. Məsələn, bəzilərimiz gül çəkmişik, bəzilərimiz isə sadəcə çimenlik çəkib.
Su çərşənbəsində suyun təmizləyici və saflaşdırıcı gücünə inanılır. İnsanlar səhər tezdən axar su üstünə gedir. Su ilə əl üzlərini yuyaraq köhnə ilin ağırlığını geridə qoyduqlarına inanırlar. Səhər tezdən çərşənbə günü hökmən gedib axar sudan su gətirilərdi, evin dörd bir tərəfinə təzə su çilənərdi. Evdə köhnə suyun qalmasını heç kəs istəməzdi. Dolu da olsa qablar boşalar, yenidən təzə su gətirib qablara doldururlardı. Gənc qızlar, oğlanlar axar suyun üstündən hoppanardılar o tərəfə, bu tərəfə ki, bütün pis adətlər, pis niyyətlər hamısı bu su ilə axsın, geçsin. Su qədər ömrün olsun, su kimi axıb gedəsən, su qədər yaşın olsun. Bax, belə deyimlərimiz də çoxdur. İndi Tamilla müəllimə şagirdləri ilə birlikdə martın 19-da məktəblərində keçiriləcək Novruz bayramı şənliyinə hazırlaşır. Gürcüstan Hökumət Administrasiyasında əmək bazarı sorğusunun nəticələrinin təqdimatı keçirildi. Təfərrüatlar reportajımızda. Hökumət Administrasiyasında əmək bazarı sorğusunun nəticələrinin təqdimatı keçirildi. Baş nazir İrakli Qobaxidze təhsil sistemi ilə bazar tələbləri arasındakı balanssızlıqdan danışdı. Tədqiqatda hansı sahələrdə çatışmazlıqların olduğunu göstərən məlumatlar təqdim olunur. Aydındır ki, pedaqogika əmək bazarının tələb etdiyindən daha az tələbəyə malik sahələrdən biridir. Əksər hallarda mühəndislik və texniki sahələrdə çatışmazlıq var. Bu tikintiyə də aiddir. Yəni, ali təhsil sisteminin hazırda əmək bazarına təqdim etdiyindən daha çox inşaatçıya ehtiyacımız var. Kimya texnologiyası və metallurgiya, energetika, nəqliyyat, bu sahələrdə də çatışmazlıq var. Tibb bacısı, həkimlik, sosial iş, bunlar təchizat baxımından kəskin çatışmazlığın müşahidə olunduğu sahələrdir. Baş nazirin sözlərinə görə vəkillər sahəsində disbalans 2920-dir. O bildirir ki, bu o deməkdir ki, minlərlə tələbə diplomlarını peşəkar fəaliyyətdə istifadə etməkdə çətinlik çəkə bilər. Qobaxidzenin qeyd etdiyi kimi, hökumətin məqsədi bu disbalansı azaltmaqdır. Apardığımız əmək bazarı təhlilinin məqsədi də məhz budur. Vəkillər məsələsində qeydiyyatdan keçmiş tələbələrlə əmək bazarı tələbi arasındakı balanssızlığın 2920 olduğunu görürük. Yəni 2920 tələbə hüquq təhsili aldıqları ixtisasdan peşəkar fəaliyyətlərində istifadə etməyəcəklər. Məqsədimiz bunun qarşısını almaq və buna görə də əmək bazarını təhlil etməkdir. Araşdırmaya görə əmək bazarında ən yüksək tələbat orta məktəb müəllimləri, marketinq, satış menecerləri, tibb bacıları, həkimlər, tikinti menecerləri, proqramçılıq və peşə təhsili müəllimləridir. Ən çox axtarılan peşə qrupları arasında ali təhsilə olan ehtiyaca gəldikdə isə konkret peşələr aparıcı mövqedədir. Bunlar orta məktəb müəllimləri, satış və marketinq menecerləri, tibb bacıları, həkimlər, tikinti menecerləri, proqramçılar, peşə təhsili müəllimləri, tikinti nəzarətçiləri, elektrikçilər, təchizat və paylama menecerləridir. Araşdırma nəticəsində məlum olur ki, əmək bazarında bu konkret peşələrə də ən çox tələbat var. Baş nazirin sözlərinə görə tədqiqatın nəticələri təhsil siyasətinin strateji planlaşdırılması üçün əsas olacaq. Marneuli polisi əvvəllər məhkum edilmiş və şərti cəza çəkən 1999-cu il təvəllüdlü şəxsi soyğunçuluq ittihamı ilə həbs edib. İstintaq zamanı onun 60 yaşlı şəxsin əl çantasını götürdüyü məlum olub. Hüquq mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi hadisədən bir neçə saat ərzində həbs ediblər. İstintaq Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə aparılır. 4 il əvvəl başlayaraq bu günə qədər davam edən müharibə,
Rusiyanın Ukraynaya tam miqyaslı hərbi müdaxiləsi 24 fevral 2022-ci ildə başlayıb. Beynəlxalq Araşdırmalar Mərkəzinin məlumatına görə 2022-ci ilin fevralından 2025-ci ilin dekabrına qədər Rusiya tərəfində təxminən 1 milyon 200 min hərbiçi həlak olub və ya yaralanıb. O cümlədən 225 min nəfər ölüb. Ukraynanın eyni dövrdə itkiləri 500-600 minə çatır. Onlardan təxminən 140 bini öldü. BMT-nin məlumatına görə müharibədə 763 uşaq da daxil olmaqla 14999 mülki şəxs həlak olub. Təşkilat bu rəqəmlərin natamam olduğunu, real rəqəmin daha yüksək ola biləcəyini bildirir. Müharibə başlayandan bəri 5 milyon 900 min insan Ukraynanı tərk edib. 3 milyon 700 min insan isə ölkə daxilində köçkün düşüb. Müharibədən əvvəl Ukraynanın əhalisi 40 milyondan çox olub. Bu mənim əlimdə olan son məlumat idi. Yenidən görüşmək ümidi ilə sağ olun, sağlıqla qalın.